Qəhrəmanlıq, qürur, sevinç, ümid və məğrurluq. Bu duyğular mahnının hər misrasında hiss olunur. Mahnı 1-ci və 2-ci Qarabağ döyüşlərində şücaət göstərən qazilərə ithaf olunur. Samirə Turan mənə müraciət edəndə ki, qazilərimizlə bağlı şeirim varmı, yoxmu? Mən məmnuniyyətlə çoxdur dedim və Samirə xanım özü də şeirə, yəni bəzi onun haqqı var ki, bir bəstəkar kimi düzəlişlər də eləsin, nələrin olmasını istədi və mən də düzəlişləri eləyib təhvil verdim Samirə xanıma və belə bir gözəl mahnı ortaya çıxdı. Mənim bir qazi ilə bir ayaqüstü söhbətim olmuşdu. Bu Qazilər Şurasının sədri, Ali Məclisin deputatı Təbriz Zeynalovudur və onun o qədər vətənpərlik mövzusunda danışıqlar mənim çox xoşuma gəldi, çox mənə təsir elədi onun ayaqüstü 5 dəqiqəlik söhbətimiz və mən xahiş edirəm ki, Tərənə müəllimə bir bənd Təbriz müəllimə həsr olunsun, onun adı çəkilsin orada. Sağ olsun Tərənə müəllimə sözümü yerə salmadı və mahnı beləliklə ərsəyə gəldi. Samirə Turan onu da qeyd edir ki, məqsəd yaşanan həyəcanı, ağrını və mübarizə ruhunu geniş auditoriyaya çatdırmaqdır. Bizim məktəb repertuarında bu cür mahnılara az müraciət olunur. Mən istədim ki, bu bizim repertuarımızda olsun. Gənclərin, həmçinin də uşaqların, yəni ümumi təhsil məktəblərində təhsil alan uşaqların vətənpərvərlik ruhunda böyüməsinə bir növ təsir kimi düşündüm bu mahnını. Bu gün xoşbəxtəm ki, belə bir mahnıda iştirak edirəm. Samirə müəllimə adından da qürur duyuram ki, belə bir mahnı yazıb və bizim bu qazi qardaşıma mahnı yazmamızın səbəbi onları xatırlamamızdır. Mənim qazi qardaşım, bu təkcə bir mahnı deyil, bu vətən uğrunda can qoyan, qan tökən oğullarımızın igidliyinə, vətənpərvərliyinə, fədakarlığına həsr olunmuş ehtiramın bir ifadəsidir. Qoy bu mahnı hər zaman bizə azadlığın dəyərini xatırlatsın. Xanım Rüstəmzadə, İlqar Məmmədov, NTV Xəbər.